Hacı, uşaqlarımız şkolu geçsə, uluslaşar. Dindən uzaqlaşır, başlarına ulus şapkası koyarlar. Ama siz evvelce bir çayınızı için sonra söhbətiniz. Necə çaydır? Allah kimi, köşe özeldir da çay, köşe. Kəbli, bax, bu fincanı frenc ustası düzəldir. Üstünə də öz naxışlarını çəkir. İndi sən bu fincandan çay içməklə frenc oldun. Hə? Bax, sözümün canı budur ki, Kəbli, papağın ayrı olmağının bir eybi yoxdur. Əsas papağın altındakı başda ağıl, düşüncə olsun. Bu uşaqlar oxusun, dil, hesab, nəbatat elmi öyrənsinlər. Bunun nəyi pis daxil? Azərbaycanlıyıq biz. Od alıp təkərəmiz, düşmənə dağ nərəmiz, savaşlarda şanlıyıq biz.